Sizlərdə nəzərin nəfsin olduğu halda bilirsinizmi nə eləməlisiniz? Bu zaman götürürsüz 42 dənə çörək otunu. Çörək otunun üzərinə oxuyursunuz bircə dəfə Ayətəl Kürsü və 3 gün ərzində bunu evdə saxlamalısınız. 3 gündən sonra yaxın məsafədə bir torpağa bastıraraq deyirsiniz: üzərimdə olan nəzərin, nəfsin torpağa tökülüb təmizlənməyini istəyirəm. Bunu edin, əzizlərim. Özünüz görəsiniz ki, üzərinizdən nəzər nəfis götürüləndə, yəni sakitləşirsiniz, işləriniz yoluna düşür. Yəni evdə xəstələriniz varsa, nəzər nəfisdən xəstəliyə gələnləriniz varsa, şəfa tapır. Yəni bəzən vaxtı nəzər olanda insanların evində və yaxud da mülkündə, işində uğursuzluqlar çox olur. Bunu edin ki, işləriniz yoluna düşsün və mütləq qorunma etməlisiniz. Qorunmaq üçün özünüzü qoruyun. İnşallah Allah üzü sizlərə kömək olsun. Yazın, aldım, qəbul etdim. Mütləq yazın. Allah əmanət olun.